Sən bunları bilməlisən. Ferrari markası əslində Fiat konserninə məxsusdur. 1969-cu ildə Fiat Ferrari'nin səhmlərinin 50%-ni satın aldı. Dünyada ilk daxili yanma mühərrikli avtomobil 1885-ci ildə Karl Benz tərəfindən istehsal edilib. Sonra o Mercedes-Benz markasının əsasını qoydu. Bu şirkətin ilk illərində Ferdinand Porsche ilə Wilhelm Maybach da orada çalışırdı. Bəli, elə həmin şəxslər ki, sonradan Porsche və Maybach markalarını yaratdılar. Amma ondan əlavə biri tank layihələndirirdi, digəri isə dirijabllar üçün mühərriklər istehsal edirdi. Toyota brendi əvvəllər toxucu dəzgahlar istehsal edirdi. Honda isə Porsche halqaları istehsal etməklə özünü tanıtmışdı. BMW-nin təyyarə mühərrikləri istehsal etdiyini yəqin ki, hər kəs bilir. Hətta onların logosu belə fırlanan pəri simvollaşdırır. Amma çoxları unudur ki, Saab şirkəti də təyyarə istehsalçısı idi və məhz oradan turbo mühərrik texnologiyası Saabın mülki avtomobillərinə keçdi. 1933-cü ildə Adolf Hitler Volkswagen yaratmağa əmri verdi və bu əmr tərcümədə xalq avtomobili deməkdir. Volkswagen, das Auto.